Qəlb Allaha bağlı olduqda, yəni əstəğfirullaha davam etdikdə, insanın içində arxayınlıq yaranır, rahatlıq ona bir yoldaş olur. Ətrafındakı vəziyyətlər dəyişsə də, qəlbindəki bu rahatlıq daim qalır. Əstəğfurullah sadəcə günahların bağışlanması deyil, həm də qəlbin rahatlığı, ruhun hüzur tapması, insanın Rəbbi ilə olan bağlılığının möhkəmləndirilməsidir. Ona görə kim əstəğfurullah həyatın bir hissəsinə çevirərsə, Allah onun qəlbinə rahatlıq, ruhuna hüzur və həyatına bir bərəkət bəxş edər. Ona görə də hər bir şeydə. Çünki Allah təala baxın, peyğəmbərlərə belə buyurub. Məgər peyğəmbərlərin günahı olub? Yox. Allahın ən seçilmiş qulları, amma Allah təala ən çox bağışlanma diləyənlər. Nəyə görə? Yəni hər zaman insan öz acizliyini, Allah möhtaclığını və deyir ki, ey Rəbbim, nə qədər insan doğru, dürüst insan olsan da naqisliklərin var. Ona görə bu nədir? Ən əzəmətli zikirdir ki, insan Allah təala ona bir yaxşılıq yolunu açar, ruhunu genişləndirər, sıxıntısını aradan qaldırar. Yəni qəlbinə bir rahatlıq verər. Bu Allah təalanın bizlərə Quran-ı Kərimdə bir nədir? Çağırışı.